Böyük qayıdış proqramı uğurla davam edir. Növbəti mərhələdə Ağdərənin 4 kəndi Çıldıran, Aşağı, Ortaq, Heyvalı və Çapar kəndlərinin sakinləri 35 il sonra ata-baba yurdlarına qovuşub. Onlar təəssüratlarını ATV xəbərlə bölüşüb. Vətənə gedirik. Allah qazilərimizə can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin. Prezidentimiz də canı sağ olsun. Ağdərənin Çıldıran kəndinə 48 nəfər olmaqla 13, Aşağı Orataq kəndinə 119 nəfər olmaqla 31, Heyvalı kəndinə 74 nəfər olmaqla 19 və Çapar kəndinə isə 96 nəfər olmaqla 26 ailə qayıdıb. Tərtərdən doğma yurda yola düşən 337 nəfər olmaqla 89 ailə Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikillər və inzibati binalarda müvəqqəti məskunlaşanlardır. 91-ci ilin sentyabrın 27-sində çıxmışıq. İndi də ki, ailəmlə, nəvələrimlə qayıdırıq vətənimizə. Sevinç işlər keçirdirik, çox sevinirik. Allah prezidentimizə can sağlığı versin, öz torpaqlarımıza qayıdırıq. Kəndlərə çatan ailələrə evlərinin açarları təhvil verilib. Doğma yurda qayıdan sakinlərin rahat yaşayışı üçün hər şərait yaradılıb. Şükür bugünkü günə. Dövlətimiz sağ olsun. Yolumuz əla asfaltdır, suyumuz gəlir, qazımız bu dəqiqə evlərdə yanır, kombilər işləyir. Çox gözəldir, hər bir şəraitimiz var. Allah prezidentimizi qorusun. Yeni yollar çəkilib, binalar təzələnib, yenilənib. Yenə deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Bu günləri bizlərə qismət elədi. Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad olunan bütün ərazilərdə yenidən qurma və tikinti bərpa işləri davam edir. Hazırda Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlərlə yanaşı həmin torpaqlarda 70 minədək insan yaşayır, çalışır və təhsil alır. Sadət Ayaz qızı Habil Aslanoğlu, Sənan Bəhrəmli, ATV Xəbər, Tərtər, Ağdərə.